Salam aleyküm ala qaqaşlar. Necəsiz? Nə var, nə yox? Ala qaqaşım gəzə, nə bilim ala 50 min dənə yerə gedə gəldik belə bir diyara çıxdıq qardaşım. Ala balıqçı ilə dedik ala bəlkə burada bir dənə balıq tutaq. Qurmuşuq qırmağı inşallah balıqdan zaddan çıxar. Qardaşım düşün bir dənə sizə göstərim. Çox qəribə bir məkandır. Nə bilim ala bildiyin nağıllar diyarıdır. Ala rəngli şeylər zadlar var. Ala nə daşlar zadlar var. Ala bir dənə yekə ona var bir dənə. Göydə bir dənə yekə dağdan, daşdan mələk qanadları düzəldiblər qardaşım. Ana özüm ölüm ana. Çox qorxulu yerdə. Ana güclə bəla ilə düşmüşük o dağlardan zaddan ana. Sonra mən deyəsən yolumu azmışam. Hara gəlib çıxmışıq bilmirik qaqaş. Arxaya qayıda bilmirik. Hansı diyara gəldik çıxdıq ana biz özüm ölüm. Nağıllar diyanında yox. Nədir yox ana biz? Ana qaqa, qabaqda 2 dənə maşın var sən öl. Qabaqda 2 dənə maşın var dostum. Aha gedirlər qaqaşım, gedirlər sən öl. Yan baxım görüm ala bunlar hara gedirlər ala beləsinə. Ana qara kostyumla zadlandı ya. Məni görməsin ala görsənlər problem olmaz. Bəlkə özüm gedim yaxınlaşım ala. Bunlar kimdir belə? Bu nədir? Yolun qırağında maşın var. Buralara adamlar gedib gəlirlər ki, bu adam hardan gəlib çıxıb bura? Nəysə sonra gedib məşğul olarıq. Biz gedək biz əsas məsələmizi həll eləyək bala. Sən 3-4 dəqiqə qal burada. Mən gedim çatım sənə xəbər eləyəcəm gələrsən arxamıza. Gedək biz öz məsələmizi həll eləyək. Sonra bu adamla məşğul olaram. Bu kimdir? Bu məkanda necə gəlib düşüb bura bizə müəmmalıdır. Nəysə, çox da uzatmaq istəmirəm çünki rəisin birbaşa tapşırığı var. Qadınlar diyarına gedib orada olan bütün buğdaydır, göydür, göyərtidir, yeməkdir, toyuqdur, nə bilim, bizim bir aylıq yemək ehtiyacımızı onlardan götürürük, təzədən qaydırıq öz məkanımıza. Tərpəniş yoxdur bala. Şşt. Yox reis, tərpəniş yoxdur, narahat olmayın. Tamam. Mən demək olar ki, qadınlar diyarının girişindəyəm. Gəl görüm yanıma. Ana qaqaş gedirlər ana, sən öyle bir dənə gedirlər ana. Ana sən mən də arxadan bunları təqib eləyəcəm. Görürsən bunlar hara gedirlər ana qaqaş? Özümün balığın zadın başını burax ana, balıq zad lazımdır. Deyəsən gedirlər ona araşdırmaq ala. Burada çox qəribə məkandır. Özümün çatıb çatmadı mənə qaqaş. Bu nədir? Nə olan şeydir? Qardaşım, dürbün zad da yoxdur. Bunlar axşam da deyil. Gün ortadan o tərəfə düşür, axşam çox olur, harasa gedirlər. Reis, gəldim. Birinci mən daxil olum, yoxsa siz daxil olursunuz? Keç içəri, keç, narahat olma, keç içəri, gəlirəm mən də. Tamam reis, tamam, mən gedib içəriyə onda bir dənə nəzarət eləyim, bilsinlər ki, biz gəlirik. Biz gəliriksə deməli bizim payımız cəld şəkildə hazırlanmalıdır. Biz bura giriş üçün neçə illərimizi sərf eləmişik, neçə illərimizi. Bura bolluqdur, bərəkətlidir. Bizim məkanlarda nə buğda, nə də yaşıllıq yetişir. Toyuq cücə belə yoxdur. Amma bu məkanda cənnət bağı olduğu üçün hər bir şərait var. Sadəcə qadınlar diyarı olduğuna görə qadınlar bizim girişimizi əngəlləyir. Biz bura çətinliklə də olsa daxil olub buranın kraliçasını əlimizdə tutduq. Yəni buranın kraliçası kimdirsə onun gözünü elə qorxuzmuşuq ki, bizə yəni hər hansısa bir səhvlik eləyə bilməz. Çünki bunların başında kişi yoxdur. Ürəyimiz nə istəyir? Yeməklər olsun, nə bilim, paltarlarımız olsun, maşınlarımızın təmizliyi olsun. Hamısını bu xanımlara elətdirə bilirik bu məkanda. Gəl reis, gəl. Məkanımız, cənnət bağımız bomboşdur. Gəldilər. Aha, həyəcan siqnalı çaldı. Güya nəsə eləyəcəksiniz elə bir həyəcan siqnalı çalınanda nə olacaq ki, bizə nəsə eləməyə gücünüz çatacaq sizin. Dostlar, burada cənnət bağı məkanıdır. Cənnət bağı nağıllar diyarındakı kimi həqiqətən də gözəl, saf təmiz suyu, bərəkətli zonası və xüsusi olaraq qorunmaq üçün betondan inşa olunub. Betonun üstündə xüsusi kənd yaradılıb, dağların içində. Bu qadınlar diyarına hər adam girib çıxa bilməz. Bu qadınlar diyarının girişi çox çətindir, yəni hər yerdən tapılmır. Və qadınlar diyarının 1 2, 3 ədəd gözətçi kuləsi var. Yəni gözətlənir. Hər daim nəzarət saxlanılır. Burada hər bir şey yetişir. Toyuq, cücə falan, nə bilim, yumurta, nə istəyirsiniz də, yəni bura bərəkətlidir. Amma bu dağın arxası ultranium, titanium, nə bilim, yekə mantarlarla, yəni quraqlıq və qorxunc həşəratlar ilə dolu olan məkandır. Bu diyarda hər adam sağ qala bilmir. Bu çox çətin diyardır və bizim lotu şəmimiz necə gəlib bura çıxıb heç bir xəbəri yoxdur dostlar. Bu da pis adamların gözətçi quləsinin birinci diyarıdır. Burada bəlkə də bilərsiniz, Rapunzelin hekayəsi buradan başlayıb. Bu qulədən başlayıb Rapunzelin hekayəsi burdadır. Ən yuxarı mərtəbədə Rapunzelin otağı var imiş.
və qapısı bağlı imiş. Buradan bir ədəd pəncərəsi vardı, saçını uzadırmış. Buradan aşağıya qədər nəsə elə bir tematda. Düz biraz bastım qaqalar. Bu da pis adamların böyük şəhəri. Burada çox quraqlıq olduğuna görə gördüyünüz kimi ağaclar belə yanır. Yəni yemək baxımından heç bir şeyləri yoxdur. Düzdür, yetişir, amma tam dəqiq yəni yetişmir də. Tam da elə, yəni bu qədər cəmaatın yeməyini doyuzduracaq qədər yetişmir. Və qorxunc məxluqlardan qorunmaq üçün belə bir yer inşa ediblər. Bizim də xəyallar diyarı deyək, nə bilim, nəsə diyarı. Buradan da balıqlar falan tuturlar. Qəribə daşlar var, heykəllər var. Nəysə də, yəni o buranı bir 10 seriyalıq falan zəbt eləyəcəyi həqiqətən də qəşəng yerdir. Fantastik zonadır. Oy Allah, burada da bir dənə şey var imiş. Nəysə, burada bir şey fikirləşərik. Yəqin ki, bunların reislərinin ən böyüyünün padişah zonasıdır, nədir? Nə qəribə yerdə qaqam. Sən biraz bu haransa xəritəsidir, bilmirəm amma haran xəritəsi. Hansısa oyunun xəritəsi olmalıdır. Yəni çox qorxunc yerlərdir həqiqətən də. Krallıqdır, konkret krallıq. Biraz da dostlar, baxaq görək bizim nəyimiz var, nəyimiz yoxdur. Buranın da girişi burdandır qardaş. Buranın da girişinə getməlisən belə, buradan aradan keçməlisən. Qaqam çox çətindir də, yəni ki. Belə səhralıqla girməlisən. Oy, bu hara getdi çıxdı belə. Sənin çox çətin yerləri var buranın. Nəysə, bu da bizim qəşəng hekayələrlə bağlı bizim şəhərimiz. Dostlar, şəhərlə, xəritə ilə tanış olduğumuza görə bizim hekayəmizin davamına başlayaq. Gəldilər, hamı qaçsın, gizlənsin. Amma qaqaş, yoxan çıxdılar ana. Sənin yoxan çıxdılar bunlar. Qardaşım, sür görüm ala, o balığın zadın başını bıraq. Girən görən ala, nə məsələdir qaqaş, sən birdən ala, özüm benim məskunlaşmaz adı yeri onlar ala, çöldə bayırda qalmışıq ala, gedək heç olmasa özümüzə bir yerdən yurtdan eləyək də ala. Hana gəlib çıxmışıq bilmirik qaqaş. Balıqçı ilə elə bir məkanlara gəldik çıxdıq, elə bir məkanlara gəzdik ki bu 2-3 bölümdə. Qardaş, özümüzə bir məhəllə tapa bilmirik, sən öyle bir yer tapa bilmirik qalmağa. Başımızı bir dənə soxacaq yer tapa bilmirik qardaşım. Axırda öz BMW-mi götürdüm dostlar. Hekayəmizdə öz BMW-mizlə irəliləyəcəyik. Düzdür, başqa maşınlarımız olacaq. Gətirəcəm yəni bura başqa maşınları. Yəni maraqlı bir hekayə çəkmək istəyirəm də dostlar. İnşallah ki bəyənərsiniz. Yəni həmişə çəkdiyimiz bölümlərdən biraz da uzaqlaşaq da. Normal bir aksiyonlu, atraksiyonlu, fantastik bir şey çəkək. Biraz da fantastik olaraq gözümüzdə xatirə olaraq qalsın, yəni beynimizdə. Şəməmi bura deyəsən buranın girişi. Girdilər, bax buradan içəri giriblər. Təkərin izindən görürəm. Yaxşı qaqam, girirəm amma ehtiyatlı ol ha. Gözlü 4 aç qaqaş. Senin ola problem zad olar. Bir dənə sporta basıb cıracam ya düzdür aradan. Amma ehtiyatlı olmaq lazımdır. Ola buna bax bir dənə. Qaqam, işıq zad yoxdur. Şeydən bitkidən işıq hazırlayıblar. Ana, oy Allah, səni qəribə bir şeydir yalan özüm önüm. Nəsə qəribə məkanların içindəyim yalan özüm önüm. Nətər gəlib bura çıxmışam. Necə gəldim bura çıxdım? Mənim heç bir anlayışım yoxdur. Hansı ara gəldim bura çıxdım qardaşım? Bir də ana gözümü açdım ki, ana səhralıqdayam. Bir də gözümü açdım ki, ana qaranlıq diyardayam qardaşım. Allah görməsinlər bizi, gözü görüm. Şəməmi bizi görməyiblər hələ ki, biraz arxaya ver. Görməsinlər bizi, bir dənə məkanı araşdıraq, ondan sonra girin. Nəsə mən şübhələndim buralardan. Arxaya ver. Qadınlar diyarının kraliçasını tapın bizə. Yəni mənə tapın o kraliçanı ki, bizim haqqımız olanı buradan götürək onlardan. Yoxsa onların başına oynatacağam. Hardadır bu? Hara gizlənib yenə? Hansı məkandadır bilinmir. Gərək axtaraq. Gərək birinə nəsə xəsarət yetirək ki, ondan sonra bulan ağılları başlarına gəlsinlər. Bunlar çünki hələ də bizdən tam şəkildə qorxmurlar. Cadugarları var, bizə görə nəsə eləyəcəklər, amma bizim də cadugarlar yəni boş durmurlar. Hardadır bu? Buranın kraliçası hansı tərəfdədir? Burada yoxdur reis. Bura baxdıq. Məkanımız bomboşdur. Hamamdır bura, hamam. Hamamımız bomboşdur, heç kim yoxdur. Yuxarıya da baxırıq, yuxarıda da heç kim yoxdur. Qardaş, sən də gir ora. Tamam reis, tamam, indi bura mən baxıram indi. Qalxıram yuxarıya. Reis, burada da heç kim yoxdur. Səs-küy gəlmir. Qalxıram 2-ci mərtəbəyə. 2-ci mərtəbə bomboşdur reis. Bəs bunlar hardadılar belə? Hansı məkandadılar bunlar? Harda gizləniblər yenə? Bilirlər bizim gələcəyimizi, ona görə də qaçıb gizləndilər. Bizdən qaçış yoxdur kişi, bizdən qaçış yoxdur. Hələ hansı deşiyə gedib girirsiniz, girin, bizdən qaçış yoxdur. Biz gəliriksə bir həftə yol əziyyəti çəkirik bura gəlməyə. Bizdən qaçış ola bilməz. Biz lazım olanı buradan götürüb getməliyik. Hə, bax bu yuxarıdadır indi. Bu məndən qorxmur. Çünki yuxarıdadır. İndi mən o yuxarıya bu maşınla çıxım, onu yuxarıdan aşağı atım. Ondan sonra bunlar dincələcəklər ki, biz zarafat eləmirik. Gözləyin indi. Bir dənə baxın, görün nə edəcəm. Ayda bu xəstə neynir belə? Bu xəstə neynir? Getmirlər bunlar. Kraliça xanım, getmirlər bunlar. Hamısı qalıblar burada, bizi axtarırlar. Bir bütün otaqlara girirlər. Siz yaxşı-yaxşı gizlənin. Gör indi qaqan nə qaracaq.
İndi bunlar elə bildilər ki, biz mırtdaşırıq bunlarla. Gör indi qaqan nə qaracaq? Prosta qaqan çıxa bilmir ora. Ay Allah. Yox, qaqan ora çıxa bilmir axı. Amma nə çıxmır ala. Qaqan ora niyə çıxmır qardaşım? Qaqan vəhşidir. Qaqanın altında elə belə maşın yoxdur qardaşım. Sür görüm. Kraliçə xanım, bu yuxarıya qədər qalxıb çıxmaq istəyir. Biz ikinci zonadayıq. Bura qorunmalıdır. Biz ikinci zonadayıq hal-hazırda. Yox qaqam, çıxa bilmədim mən bura. Bunların radio dalğalısından reis eşitdim, ikinci zonadadılar. Gəlin mənim xamza, gəlin. İkinci zonada məskunlaşıblar. Qabaqda sağ tərəfdədir. Bir dəqiqənin içində onları tapıb lazım olan ləvazimatları onlardan götürəcəm. İndi siz səbirli olun. Səbirli olun, axtarıram reis. Elə bilərsiniz, hələ də tapa bilməmişəm onları. Onları tapıb yerindən çıxardacam birbaşa. Sür görüm ikinci zonaya. Hoppa! Reis, tapdım bunları, buradadılar. Gəldim bala, gəldim. Bir dəqiqə oradayam. İkinci zona. Siz ürəyiniz hara istəyir gedin. Bizim adamlar sizi tapacaq. Yəni hara qaçırsınız, qaçın. Bizdən qaçış yoxdur. Qaçmaqla, yəni bizə heç bir şey eləyə bilmərsiniz. Biz harda olsaq onsuz da sizi tapacağıq. Hansı evə gedirsiniz, girin, qapıları bağlayın. O qapını yerindən çıxardarıq. Lazımdırsa, ay Allah. Qalxma düşala bu. Lazımdırsa bu Prado ilə qalxaram. Bax, bu Prado ilə qalxaram bura. Prado, özümüzü qara eləmə də, Prado. Özümüzü qara eləmə. Davay. Ay Prado, sən niyə çıxa bilmədin ki oradan? Yox, mən bura çıxa bilmədim dostlar. Mən onsuz da səhv gəlib girmişəm. Bu hardadır? Allah arxadaymış ya. Mən də deyirəm bunu niyə tapa bilmirəm. Lazım olsa ora çıxacaqdım, amma ehtiyac olmadı. Bizim kraliça xanımımız durub ən yuxarıda. Bax, kraliçaları odur. Şəməmi yoxdular burada. Görürsən hara gediblər? Gözəməm bir dənə sağa sola baxım. Şəməmi, ehtiyatlı ol. Sağ tərəfə getdilər. Sən də sür sol tərəfə. Şəməmi. Məkana bilinməyən bir maşın daxil oldu. Şəməmi, oyda yuxarıda nəsə var? Yuxarıda xanım var yuxarıda. Ana, xanım nə gəzir ona yuxarıda? Ana, buradan yaşayış var imiş onda. Qaqam, biz nədən qorxuruq ki? Ana, gedək onların yanına da. Şəməmi, gözüm su içmir, sən cana. Elə eləyək ki, problem yaranmasın. Sən ver gizlən burada, ehtiyatlı olaq. Bəlkə də bunlar çıxıb gedəcəklər. Bura problemli yerə oxşur. Mən heç gözüm su içmədi onlardan. Gir bura, arxaya gir, ver arxaya. Qaldır yuxarıya. Gir məkanın içində gizlənək. O sən nə qorxaq çıxdın ana, özüm önüm. Nə oldu? Qalxmadı ki bu. Ana sən inişdi deyəsən qaqam. Ana acından ölürük. Ana yeməyə heç nəyimiz yoxdur qardaşım. Biabırçı vəziyyətdə 3 gündür, 4 gündür gəzirik qaqam. Sən o qəribə yerlərə gəlib çıxmışıq. Ana aç görüm qapını, çıx görüm aşağı. Bura haradır? Bura nədir? Qaqaş, çıx xanı bir dənə yuxarı baxaq. Qardaşım, qəribə məkanlardır yana. Üstü açıq. Bu nə tikilişdir yana? Bu nə evdir yana beləsinə bu. Mənə çatmadı yana. Beləsinə şey olur ana. Biz ana sən elə bir şey nağıllar yanına gəlmişik yana. Salam mənəkim xanım, salam mənəkim. Məkana tanınmayan bir adam daxil olub. Məkana kimlər daxil olub? Bizim haqqımızı, bizim yeməyimizi 10 dəqiqə ərzində gətirirsiniz. Yoxsa sizin başınıza oynasacağam. Mən də qaçım yuxarı ikinci mərtəbəyə, qorxuram. Məncə də qorxun. Sən heç yerə tərpənmirsən bala. Sən əgər tərpənsən, səni maşının altında saxlayacam, başa düşdün? Sıxacam maşından ayağının üstünə. Bax, bir nəfəri rehin tutduq. Bizə lazım olan yeməkləri verirsiniz. Yoxsa bu adamı, bu xanımı basacam maşına, aparacam onu. Bax, arxa baqajı açıram. Arxa baqaj niyə açılmış qaqa? Bunların heç birinin açılanı yoxdur deyəsən. Nəysə, sizə 5 dəqiqə müddət. Lazım olan bütün hər şeyi verin onlara. Artıq çox gecdir. Bunlarla dirənməyə bir çarə tapmaq lazımdır. Yoxsa bizim bütün yeməklərimizin hamısını bunlar gəlirlər 10-15 gündən bir götürüb aparırlar. Ay sağ ol, bax beləsinə. Ağıllı olun. Başa düşdünüz, ağıllı olun. Hər hansısa bir problem istəmirəm. Hər hansısa bir problem baş verərsə, o problemdə sizin hamınızı götürəcəm və sizi xadimə kimi işlədəcəm. Başa düşdünüz məni? Tez gətirirsiniz mənim maşının arxasına doldurursunuz yeməkləri. Ana nə üçün qaqaş? Salam meləykim deyirəm, ana heç nə şey eləmirlər. Ana bunlar nədirlər qaqa? Sən gedim yaxından danışım da ana. Balıqçı, sən qal orada ya, heç bir yerə getmə, sən öl. Gəlirəm yuxarı, xanım, gəlirəm yuxarı yana, qaç görüm yuxarı qaqa. Bunlar nədir ana? Sən qəribə yerlərə gəlib çıxırıq ana, özüm önüm. Ana belə şeylər görmüşəm ana, mən indiyə qədər kino teatrda zətdə baxmışam belə şeylərə. Ana qalx görüm ana sən nədən? Ayağım sürüşür özüm önüm. Bu nətər çıxış yoldur yana beləsinə. Qalx ikinci mərtəbəyə, üçüncü mərtəbəyə. Salam melek, ana bıçaq çıxartdı ana üstümə sən. Oxşan atacaq ana, yavaş, ana yan görüm. Nə qarsan ana sən? Dayan, dur, yoxsa vuracam səni. Ana başıma dönüm, hara vurursan ana məni? Hara vurursan? Xəstədir ana. Başlar. Xəstən ana, düş görüm aşağı ana, öldürəcəklər biz ana. Qaç. Sənin ana üstümə bıçağı nə idi ana? Bunlar avtomatla, piramoyet nazarla gəzir. Bunlar elə ox atan zad işlədirlər ana.
Ama sən də ilişmədən burada düş görüm aşağı. Düş aşağı, düş. Yumru təkərlə düşün aşağı. Qaç görüm ala. Cıran alanı səni öyle ala bir dənə atlanım suyun içinə. Lölüb. Təmizlənə çıxardala bir damızı itisi vermiyor ala. Özümü önüm. Qaqam qəribə yerdə mən bir dənə özümü göstərməyim. Görüm bunlar gedəcəklər, burada qalırlar ana. Bura nəsə xoşuma gəlmədi mənim qaqaş. Həm yaxşıdır, həm belə deyim də, cənnət bağına oxşuyur. Cənnət kimi bir yerdir. Amma qaqam, yəni heç ləzzət eləmədi buranın ab-havası mənə. Və gördüyünüz kimi qadınlar diyarını zəbt edən bu mafiyalar mı deyim, yoxsa bu dələdozlar mı deyim, bu oğurlar mı deyim, nəsə sözlə ifadə edə bilməyəcəyimiz insanlar qadınların əlindən olan yeməklərini güclə yetişdirdikləri, əziyyət ilə yetişdirdikləri meyvələrin hamısının demək olar ki, %90-ını bu quldurlara verər. Və bizim Şəmimiz bu məkanda gizlin olaraq dayanar və olacaqları gözləyər. Balıqçı uşaq Şəmi əmiyə təlimat verər ki, yəni ən azından deyər ki, buralarda olan bitəni bir dənə dəqiqləşdirək, ondan sonra biz bu məkanı insanlarla tanış olaq. Birinci görək nədir, nə məsələdir, ondan sonra. Nəysə, keçək roleplayımızın davamına. Bir həftədən sonra yenə gələcəm. Əgər yenə belə şuluqluq olsa, məni belə axtarışda qoysaz, istədiyim məkanda sizi tapa bilməsəm, məndən inciməyin. Bax, indidən bunu vurdum. Başından bir dənə yüngülvari zərbə yetirdim, düşdü yerə. Sizə xəsarət yetirəcəm, yoxsa qızlar, baxın mənə. Bizdən qorxmaq lazımdır. Əgər bizdən qorxmursunuzsa, bizdən qorxmağın yollarını sizə göstərərəm. Bir həftədən sonra mənə lazım olan çiyələk meyvəsini nə edib, nə qarıb, nə edirsiniz, yetişdirirsiniz. Başa düşdünüz məni? Getdik biz. Gəl getdik. Bunlara çox üz verəndə adamın başına çıxırlar. Ona görə bunlara çox üz verməklər lazım deyil. Bizə lazım olan meyvələri, yeməkləri götürdük. Əsasda buğda, arpa, yəni çörək üçün istifadə olunan bizə çox lazımdır. Onları götürdük və məkandan çıxırıq. Kələ, tez gəl biraz, yolumuz uzaqdır. Axşam düşməmiş gedək, yoxsa axşam o yaratıqlar bizi qovalayacaqlar. Gəldim reis, gəldim. 1 saatımız qalıb reis. 1 saat ərzində ora çata bilməsək problem yaranacaq. O yaratıqlar bizi tuta bilər. Nə qədər şey götürdük uşaqlar. Nə qədər yemək götürdük. Bunların başını belə əfəlləyirik, yeməklərini alırıq əllərindən. Biz gedirik, otururuq, heç nə. Bir həftədən sonra gəlirik, əziyyətimizi əziyyət çəkirlər, yemək düzəldirlər, nə bilim. Yetişdirirlər, biz də gəlirik başlarından vurub alırıq. Hələ biz bunlara 1 aydan bir demişdik, indi reis 1 həftədən bir deyil. Getdik reis. Getdik qaqam, tez ol. Cəld çıxmaq lazımdır buradan.